Heç olmu qəfil kimsə ağlına gəlib və sən düşünmüsən ki, indi o da məni xatırlayır. Bəzən bir bürc səssiz qalır, amma içində fırtına qopur. O yazmır, amma hər gecə səni düşünür, söz də demir, amma baxışlarında gizlədir. Bu video hisslərini gizlədən, amma səni ürəyində daşıyan bürclər haqqındadır. Və əgər səndə kiminləsə bu qədər dərin bağ hiss etmisənsə, deməli bu videonu axıra qədər izləməlisən, abunə ol. Çünki burada söz də deyil, hisslərlə danışan bürcləri tanıyacaqsan. Qoç hər kəsin gözündə cəsarət simvoludur, amma sevəndə o da qorxur, səni düşündüyünü etiraf etməz. Çünki bu onu zəif göstərər. Amma bitki o səni unutmaq istədikcə daha çox xatırlayır. Qoç üçün susmaq sevməmək deyil, daha çox sevmək deməkdir. Oha səni sakitcə düşünür. O heç vaxt açıq şəkildə deməz. Amma sənin adın beynində hər gün dönür. Əgər sənə baxanda bir anlıq gözlərini gizlədirsə, deməli çoxdan ürəyində yer almısan. Bu üçün etiraf etmək çətin deyil. Sadəcə o qorxur ki, səni itirsin. Əkizlər çox danışır, amma hisslərini gizlədir. Onun səninlə bağlı dediyi zarafatlar əslində ciddi hisslərin pərdəsidir. Səni düşünür, amma etiraf isə nə dəyişəcək deyə qorxur. Amma sənin adın onun zehnində sanki dayanmadan fırlanır. Xərçəng səssizdir, amma içi yanır. Səni düşünür, amma bir mesaj yazmağa 1000 dəfə tərəddüd edir. O keçmiş ahıları unuda bilir, amma səni də ürəyindən silə bilir. Sənin xoşbəxt olduğunu görmək onun üçün həm sevinç, həm də ahıdır. Şir üçün etiraf qürur məsələsidir. O sevir, amma bunu deməz. O istəyir ki, sən onun baxışlarından anlayasan. Səni sosial mediada izləyirsə, şəkillərinə baxırsa inan, o hələ səni unutmamışdı. Qız bürcü səni dərinliklə düşünür, amma bunu elə ustalıqla gizlədir ki, sən fərqinə varmasan, səni istəyir, hər hərəkətini analiz edir, amma səssiz qalır. Onun sevgisi sakitdir, sanki küləyin toxunuşu kimidir. Bəzən ən çox sevənlər heç nə deməyənlərdir. Onlar səni düşünür, amma qorxurlar. Qorxurlar ki, bəlkə mənim hissim təkdir. Bəlkə də bu videonu indi elə o da izləyir, səni düşünərək. Əgər sən də kimisə hiss edirsənsə, amma deməmisənsə, bu videonu paylaş və abunə ol. Çünki növbəti videoda səni heç vaxt unuda bilməyən bürclər haqqında danışacağam.